Oğlum, bu günləri fəhlə kimi işlədin. Ata bala çiyin-çiyinə işlədik. Əllərimə baxım. Əllərimin qabarına qurban olaram. Ata bala çiyin-çiyinə işlədik. Fəhlə kimi. Nə qədər pul qazandın? 30 manat. 30 manat. Cəmat edeyim. Can. O 30 manatı mən istəyirəm sən xeyirli yerlərə xərcləsən. İlk dəfədir qazanırsan belə pulu, yəni ki, fəhlə kimi işləyib, fəhlə kimi fəaliyyət göstərib, çiyin-çiyinə ata-bala ikimiz işlədik. Halaldır sənə. Ged evə, o pulu gizlət, yavaş-yavaş yaxşı şeylərə xərclə. Əsas odur ki, özünə lazım olan şeyləri alasan. Çox sağ ol oğlum, səninlə fəxr edirəm.